Bu həyatın mənası nədir? Ya, niyə bu qədər zülm çəkirik? Niyə bu qədər əziyyət çəkirik? Nədir buna səbəb? Və həmişə deyirlər ki, həyatda yaşamaq lazımdır, həyatı yaşamağı bilmək lazımdır, öyrənmək lazımdır. Yox, nəyə görə yaşayırıq? Niyə yaşayırıq? Məqsəd nədir? Onsuz hamı bilir ki, həyatın mənası yoxdur. İndi burada mənə müsəlman, xristian, Musa, bu dinlərdən danışmayın. Yox, cənnət, cəhənnəm olacaq, yaxşılar bir yerə, pislər bir yerə. Uşaq bağçasıdır bura. Həyatın qəhbərliklərindən görürük də həyat nədir, nə deyil. Və biz bəs niyə yaşayırıq? Niyə bu qədər əziyyət çəkirik? Kaş yaşaya bilsək, niyə bu qədər əziyyət çəkirik? Səbəb nədir? O qədər fikirləşmişəm ki, o qədər bunun üstündə fikirləşmişəm ki, bir gün tapacağım, prosta o tapanda yəqin ya mən həyatda olmayacağam, ya da ki, məsələn bir psix bir vəziyyətə qalacağam. Şizofreniya, ya belə bir şey. Həyatda gülən adamın bir günü olmaz. Yəni bir gün gülürəm, pox yeyib o bir gün gülürəm də. Səhərsi gün götümə ağacı girir. Bu nəyə lazımdır? Və niyə yaşayıram? Düz deyirlər, nə bilim, həyatı gəlməsəydim bu yaxşı günlərdə görəcəm. Prosta ki, o yaxşı günləri görəndən sonra götümə ağac girir deyirəm. Öz ondan qat-bə-qat artığı da niyə o sikdirər o yaxşı günləri niyə görürəm ki mən? Nə bilim, bilmirəm. Çoxu deyir, nə bilim, həyatın mənasını özün qur, özün mənaya qoy. Gözümüzdən pərdə asırıq da, neçə yaşımız var? 6-cı sinfi çoxdan qurtarmışıq. Neçə yaşımız var? Özümüzə niyə yalan danışırıq ki, bu həyatın mənası yoxdur. Boş-boş əziyyət çəkirik, çəkəcəyik. Okey, xoş günlər olur demirəm, olmur. Olur, xoş günlər olur, amma əziyyət çəkirik, çəkəcəyik. Belimdə hələ heç 22-23 yaşım yoxdur. 150 minlik borca girirəm az qala. 150 min yox, 170 min zad. Mən oradan kim götürəcək? Deyim, istəyə-istəyə girirəm. Yox, yəni prosta ki, vəziyyət elə gətirir ki, o borca girirəm. Axır. Olmur axı elə. Olmur elə. Kimsə həyatın mənasını bilirsə, başa salsın, sikdirib başa salsın. Allah, mən tutamıram həyatın mənasını. Nə həyatın mənası? Bilmirəm. Bu videonu açmışam ki, öz içimi töküm, biraz özümü rahatlaşdırım. Hazırda dünyanın ən yaxşı yerlərindən birində təhsil alıram. Prosta ki, çətin bir ixtisas üzrə təhsil alıram. Onu da ki, təqaüdlə təhsil alıram. Prosta ki, ən çox güvəndiyim fəndən kəsilmişəm. Başqa elə bir fənni çalışacaq, hansı ki, o fənni bundan daha pis yazdığını düşünürəm. Elə mən deyirəm ki, bundan rahat, yaxşı bal yığacam, kəsdilər. Kesinlikle 100% kəsildim. Bu gedişlə mən magistrımı tamamlaya bilməyəcəm. Tamamlaya bilməsəm də təqaüd pulu geri istəyəcək. Orada mən nə verəcəm? Mən də pox yiyib bura gəldim oxumağa. Oturmuşdum da Bakıda. Mən sikimə gəldim burada oxumağa. Elə bunların qırağında min dənə dərd var. Kiçik problemlər var. Ailəvi problemlər var. Gələcək problemi var. Şəxsi problemlər var. Hansına çatdırım? Bir çiynimdə bir ton, o bir çiynimdə bir ton yük var. Hansına çatdırım? Düz deyə Allah dərd göstərməsin. Elə dərdlər var. Çarəsi yoxsa ki, bu vəziyyətdə mən neyniyim? Bilmirəm neyniyim. Açıq bilmirəm neyniyim. Poxa girdik. Axı bilmirəm nə olacaq. Ya indi həyatımı sonlandırarsan, nə eləyərsən? Heç bilmirəm. Çox çətindir. Onu bilirəm ki, çox çətindir. Bu həyatı deyib gülə-gülə yaşayanlara eşq olsun. Nə tər bacarırlar bilmirəm. Peki Allah onlara dərd göstərməsin. Deməli, bacarırlar da belə. Mənə həyat imkanı verdilər ki, yaşamaq ki, mən yaşamadım. Prosta
Bizim başımıza uşaqlıqdan öyle göt şeyler geldi. Uşaqlıqdan gözümüzdən işləmişdi. Neyniyək biz? Neyniyim mən? Göbələdiyim. Neyniyim mən? Mən elə necə yaşayım? Gülə-gülə hoppana-hoppana. Olmur. Olmur. Bilmirəm. Bilmirəm. Elə belə ürəyimdə qalmışdı. Belə bir video yükləmək istirdim YouTube'a. Mən də o Türk YouTuberlarla böyüyən nəsildən biriyəm. Dedim qoşamız ürəyimdə qalmasın, nə yükləyim. Bəlkə indi son günlərimdir. Bəlkə heç son günlərimdir, bəlkə heç qabaqda yaşayacaq illərim var. Amma əgər həyat belə gedirsə, inanmıram yaşayacaq illərim olsun. Prosta olan ailəmə olur, olan dostlarıma, məni sevənlərə, ən azından mənə kiçik də olsa qiymət verənlərə olur. Bilmirəm.